Bismillah, elhamdülillah və salatu və selamu alə mən lə nəbiyyə bə'də. Bugün inşallah Quran-ı Kərimin öyrənilməsinin asan olması barəsində danışmaq istəyirəm. Niyə görə bu mövzunu seçdim, qardaşlar? İnşallah qısa da olsa toxunmaq istəyirəm. Çünki bəzən qardaşlar gileylənirlər, şikayət edirlər, yaxınlaşıb sual verirlər ki, biz Quranı öyrənmək istəyirik, amma bizə çətin gəlir və yaxud da ki, hərdən görürsə ki, kimlərsə çətinləşdirir. Amma əslində belə deyil, qardaşlar. Həqiqətən Allahın kitabı asandır, ərəb dili asandır və bunu uca Allah öz kitabında buyurub, Qəmər surəsində də bir neçə yerdə təkrarlanır. وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ. Uca Allah buyurur ki, biz həqiqətən bu Quranı asanlaşdırdıq. Qardaşlarım, bu ifadə Quranda bir neçə yerdə, məsələn, Qəmər surəsində təkrarlanır. Və Allah Teala Quranın öyrənilməsini, oxunmasını və hətta yadda saxlanmasını insanların gücünə uyğun şəkildə asanlaşdırdığını bildirir. Yəni, Quranı oxumaq mümkündür, öyrənmək mümkündür, əzbərləmək mümkündür, hətta onu başa düşmək və üzərində düşünmək belə mümkündür və asandır. Amma bu asanlıq səy göstərmədən deyil, niyyət, təkrar və çalışmaqla əldə olunur. وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَى. Uca Allah buyurur ki, Nəcm surəsində insan can atdığı şeyə nail olar. Həqiqətən insan Allahın kitabını öyrənməyə cəhd edərsə, səy göstərərsə, Allah subhanahu wa ta'ala bunu onun üçün asanlaşdırar. Və İbn Kəsir bu ayənin təfsirində rahimehullah qeyd edir ki, Allah subhanahu wa ta'ala Quranı həm oxunuş, həm də əzbər üçün asanlaşdırmışdır və bu onun böyük möcüzələrindən biridir. Qısa deyək ki, qardaşlarım, Quran Allah tərəfindən asanlaşdırılmış bir kitabdır, lakin onun nuru səy, təkrar və təfəkkürlə qəlbdə möhkəmlənir. Və doğrusunu Allah bilir. Əgər inşallah ehtiyac olarsa, növbəti dərslərimizdə bu barədə daha müfəssəl, daha geniş, izahlı formada inşallah bir dərs buraxarıq. Allah subhanahu taala bizləri eşidib faydalanan qullarından eləsin.